Köp, qaz, gəyirmə şikayətiniz varsa, problem mədədədir yoxsa mədə-altı vəzdə? Yeməkdən sonra qarında köp, ağırlıq, gəyirmə, ürək bulanma yaranırsa, çox adam bunu sadəcə mədəm yaxşı işləmir deyə düşünür. Amma həzm təkcə mədədə getmir. Bu prosesdə mədə-altı vəzin də çox vacib rolu var. Mədə-altı vəz yediyimiz qidaları parçalamaq üçün xüsusi fermentlər hazırlayır. Məsələn, lipaza fermenti yağların, amilaza fermenti karbohidratların, proteza fermenti isə zülalların həzminə kömək edir. Əgər bu elementlər kifayət qədər olmursa, qida tam parçalanmaya bilər. Xüsusilə yağlı və ağır yeməklərdən sonra həzm sistemi daha çox yüklənir. Nəticədə yeməkdən sonra qarında köp, ağırlıq, gəyirmə, ürək bulanma, halsızlıq, bəzən də yağlı və pis qoxulu nəcis yarana bilər. Bu əlamətlər tez-tez təkrarlanırsa və xüsusilə yağlı yeməklərdən sonra artırsa, həkim məsləhəti ilə mikrazm istifadə edə bilərsiniz. Məhsulun tərkibində olan lipaza fermenti yağların, amilaza fermenti karbohidratların, proteza fermenti isə zülalların həzminə kömək edir. Tərkibindəki lap xırda kapsullar yeməklə gözəl şəkildə qarışaraq həzm prosesinə start verir. Mikrazm qidanın həzmini yaxşılaşdırmaq üçün istifadə olunur. Kapsul yemək zamanı və yeməkdən dərhal sonra qəbul edilir. Çeynənmir, əzilmir, bol maye ilə yudulur. Bildirim ki, mikrazmi həkim məsləhəti ilə bütün apteklərdən əldə edə bilərsiniz.